Bugün yaxşı gündür. 27 sentyabr 1999-cu ildir. Bakı şəhərindəyik. Soruşurlar ki, gül nədir, çiçək nədir? İlkdəndir, kainatlardandır, yaranışdandır. Kainatların böyük partlayışından olan rəhləridir. Bu bir yaddaşdır yer üzünə. Gülü çiçəyi ancaq qadına bağışlayırlar. Qadına bağlanıb gül. Kişiyə gülü hədiyyə qədərində verməzlər. Güllərin, çiçəklərin rəngarəngliyi böyük partlayışdan alınan rənglərdən gələndir, yaddaş qədəridir. Onların yer üzündəki müxtəlifliyi, onların həm görkəmcə müxtəlifliyi, həm rəngcə müxtəlifliyi, ahəngi müxtəlifliyindəndir. Onların incəliyi yox, daha doğrusu zərifliyi, rənglərin kainatdakı monotonluğu deyil, ardıcıllığı, biri-birinin içərisindəki axımlılıq, ardıcıllıq qabiliyyətinin göstəricisidir. Sabit, eyni bir rəng yalnız müqəddəs ağdır ki, o da böyük yaradanın müqəddəs məkanına aiddir. Onun rəngidir. Onda çalar yoxdur. Amma yerdə qalan məkanlar, planetlər, cisimlər, varlıqlar rəng çalarındadır. Rəng çalarının ilki yaranışın ilki ilə bağlıdır. Yer üzündə ağaçların deyil, çiçəklərin hamısı bəşəriyyətə bir yaddaşdır. Gecəyə gündüz yaddaş olduğu kimi. İlkdən qaranlığa işıq gəldi. Ona görə də gecə də var, gündüz də var. Bunların hamısı əlamətdir. Ətrafında hər nə görürsənsə kainatın özü ilə bağlıdır. Böyük yaradanın özü ilə bağlıdır. Varlıq varlıqdan uzaq ola bilmir. Bəzən kişilərə də nəsə bağışlayırlar. Ümumi halda kişi üçün bağışlanan yoxdur. Kişi üçün ilk müqəddəsliyi dərk etmək var. Çünki o ilk müqəddəslikdən, ağlıqdan gəlibdir. Kişi sabitlikdir, düzlükdür, təzahürdür. Böyük yaradanın yaratdığının təzahürüdür. Yəni ki, indiki vahid, əvvəlki vahidin özü deyil. Onun təzahürüdür. Təzahür yaranışıdır. Bu, mənim özümə aid olduğu kimi, mənim ata-anama da aiddir. Yaranışın özü isə bir dəfiyyədir. Ona görə də qohum qardaşdan, dostdan başqa yaddaşlarda yoxdur ki, kişiyə nəsə bağışlasınlar. Şahlara, prezidentlərə nəsə bağışlayırlar. Ona görə ki, o şahdır, prezidentdir. Yəni, dövlətlərarası münasibətlərin yaranması, yaxşılaşması üçün hədiyyələr bağışlayırlar. Amma bir fərd kimi, yer üzündə elə bir yaddaş yoxdur ki, kişiyə nəsə bir hədiyyə bağışlayasan. Amma qadına, deyək ki, üzük, qızıl məmulatlara bağışlayırlar. Şəkər, şirniyyat bağışlayırlar. Bunları təqdim eləmək olur. Bəs niyə qızıl bağışlayırlar? Ümumiyyətcə, qadının özü metallar arasında qızıla hərisdir. Ona bağlılıqdadır. Onda bir parlaqlıq var, bu bir. İkincisi, qızıla onun bağlılığı ona görə daha çoxdur ki, qadın yaranışının özündə də bir işıqlıq var. Kişi yaranışı deyilir ki, ağlıqdan gələndir. Ağ böyük yaradanın təzahürü işığının rəngidir. Kişi üçün ən yaxın olan, onun ən tez dərk elədiyi ağ rəngdir. Kişilər başqa rənglərə baxanda onları tərəddüdlə axtarır. Ağ rəngi isə həmin dəqiqə, həmin andaca qəbul edir. Ona rahatçılıqla yanaşır. Çünki o bu rənglə özünün ilkini görmüş olur. Kişi zəkasında, kişi psixologiyasında belə bir cəhət vardır ki, al-əlvan, çoxlu rəngləri birdən-birə seyr edəndə o tez yorğunlaşır. Əksər kişilər belədir. Amma qadınlar bu çoxlu rənglərə baxdıqda onların arasından ani olaraq yeni bir rəng tapır. Yeni bir rəngi tanıyır. Həm kişi, həm də qadınlar özlərinin ilklərinin təmsilçiləridirlər. Onlara bağlıdırlar. Rəsm tablosunda ardıcıllıq var, axıcılıq var. Vəhdət var ki, baxımlıdır.